bütün xəstəliklərin kökündə psixoloji bir səbəb yatır. Yəni bir insan psixoloqa müraciət edəndə belə deyir ki, mənə dərman yazacaqsan. Hər hansısa bir ağrı hiss etdikdə biz həkimə müraciət edirik. Ancaq psixoloji olaraq bunun kökündə yatanları biz tapmırıq. Nə qədər ki biz ruhumuzu sağlam saxlayırıq, onda bizim bədənimiz də sağlam olur. Əllərinin əsməsi nəyə gətirib çıxardırdı? Nəzarəti itirmək qorxusu. Mən özüm üçün dəyərli deyiləm, qarşımdakı insan mənim üçün dəyərlidir və buna görə hətta sağlamlığımı belə mən ikinci plana atıram. Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərimiz. Yenə də psixoanalizdəyik. Bu gün Ülviyə ilə bərabər psixosomatikadan danışacağıq. Yəni fiziki yoxsa psixi sağlamlıq. Xoş gəlmisən Ülviyə. Xoş gördük Zəhra, xoş gördük əziz izləyicilər. Belə bir sual ünvanlanır ki, hər zaman mən xəstələnirəm, çox həkimlərə gedirəm, heç bir nəticə almıram, yəni heç bir problemim çıxmır üzə, amma öz oynaq ağrılarımı hiss edirəm, baş ağrılarımı hiss edirəm. Hara gedirəmsə nəticə pozitivdir, heç bir şəkildə dərman qəbulu yazılmır, amma mən narahatam. Bunu biraz araşdıraq ki, bu psixolojidirmi, yoxsa həqiqətən bir insan fiziki olaraq xəstəliyi hiss edir, lakin bunun çarəsini mi tapmır, yoxsa necə? Əslində bədəndə olan hər ağrı, hər reaksiya bizim üçün bir siqnaldır ki, bədəndə və ruhda düzgün getməyən nələrsə var. Məsələn, qrip, qızdırma, bunların hər biri belə bizim üçün bir siqnaldır. Niyə xəstələnirik? Nələr baş verir? Çünki bədənin istirahətə ehtiyacı olur və insan günün qaça-qaçında, işin gərginliyindən özünə vaxt ayıra bilmir və özünə ayırmadığı bu vaxtlar yığılır, birdən özünü xəstəliklə viruzə verir. Və başlayır insan xəstələnməyə. Xəstələnəndə də nə edirik? Adətən yataqdan çıxmırıq, bizə qulluq olunur və bu zamanı istirahət kimi dəyərləndirirmiş kimi görünürük. Əslində isə biz istirahəti bir ağrıya çeviririk. İnsanların əksəriyyəti günün qaça-qaç içərisində eyni zamanda psixoloji olaraq özlərini normal şəkildə dəyərləndirmədiklərinə görə mənim bu gün nəyə ehtiyacım var? Mənim yatmağa ehtiyacım var, yeməyə, içməyə, gəzməyə. Bunları biz bilmədiyimizə görə daima səhər 9, axşam 6 iş rejimi, daha sonra gəlirik, evdəkilərlə biraz vaxt keçirdirik, daha sonra yatırıq və yenidən eyni hərəkətlər o qədər görürük ki, və bəzən olur ki, mənim əksər pasientlərim bunu deyir ki, mən özümə vaxt ayıra bilmirəm. Nəinki özümə vaxt ayırıb harasa getmək, eyni zamanda mən vaxt ayırıb rutin kontrollara belə gedə bilmirəm. Yəni ən azı 6 aydan bir check-up müayinələr olmalıdır və bunlara belə gedilə bilmir. Və check-up müayinələrdə isə çox təəssüf ki, check-up müayinələrdə psixoloji olaraq check-up yoxdur. Yəni bir insan 6 aydan bir rutin kontrol olaraq psixoloji vəziyyəti nə yerdədir, özünü necə hiss edir, nəyə ehtiyacı var, bu insan depressiya yaşayırmı, yoxsa yox və o qədər depressiyamızı belə ayaqüstü keçiririk ki, problemlərimizi belə ayaqüstü. Yəni bir insan öz yasını evində qalaraq keçirtmir. Daima özünü yaxşı hiss etmir, depressiyada hiss edir, acısını tam şəkildə yaşamır və yaşamadığına görə, ayaqüstü keçirdiyinə görə bu insanlar duyğularını bastırırlar. Duyğularını bastırandan sonra təbii ki, bu daha sonrasında fiziki xəstəlik olaraq özünü göstərəcək. Çünki ruh sağlam deyil. Ruhun nəyə ehtiyacı varsa hayqırır, onu eşidən yoxdur. Öz iç səsimizi dinləmirik, nə edəcəklərimizi, nə etmək istədiklərimizi dinləmirik və daha sonra isə bu özünü ya depressiv olaraq, yəni psixoloji olaraq bir problem olaraq çıxır, ya da ki, həqiqətən də bir insan ya oynaq ağrılarından əziyyət çəkir, ya baş ağrılarından əziyyət çəkir, miqrendən əziyyət çəkən, daha sonra ən ağırı nədir? Xərçəng. Və biz elə bilirik ki, yediyimiz qidalardadır problem, biz elə bilirik ki, rutin olaraq gündəlik özümüzə vaxt ayırmamaqdadır. Sırf əksər xəstəliklərin kökü məhz psixoloji problemlərdədir. Bir insan psixoloji problemi o qədər çoxdur ki, özünü o qədər dinləmir ki, bədəninin nə istədiyini dinləmir ki, təbii ki, görür ki, ruh artıq onu eşidən yoxdur. Bəlkə xəstəlik olaraq, bədənsəl olaraq xəstəlik üzə çıxacaq dərəcədə bir xəstəlik olaraq özünü göstərsə, bir insan həkimə gedər və həqiqətən də belədir. Bir insan depressiv olanda, özünü yaxşı hiss etməyəndə, ruh düşkünlüyü yaşayanda psixoloqa getmir, amma bədənində müəyyən dərəcədə ağrı hiss edəndə həkimə gedir. Millət olaraq dərman qəbul etməyə çox alışığıq. Yəni bir insan psixoloqa müraciət edəndə belə deyir ki, mənə dərman yazacaqsan.
İstəyirik ki, tez keçsin. Sözünü kəsirəm Zəhra burada. Hər şeyi tez həll eləməyə can atırıq. Dərman yazılacaq, dərmanı içəcəyik, tez bir zamanda həll olacaq. Əslində ən adi götürək mədə ağrısını. Mədə ağrısının belə bir səbəbi var. E, Dərman içilir ki, tez bir zamanda həll olunsun və bu müvəqqəti bir həll yoludur. Bir müddət sonra təzədən yenə də eyni proses davam eləyir. Mədə ağrıları davam eləyir. Bir insan ən azından nəzər yetirməli və analiz etməlidir ki, niyə mən dərmanları qəbul etməyimə, müalicəmi davam etdirməyimə baxmayaraq heç bir irəliləyiş yoxdur və ya bu irəliləyiş müəyyən dönəm olur və ondan sonra yenidən eyni proses təkrarlanır. Və eyni zamanda təbii ki, əgər mədə ilə bağlı bir müalicə aparılırsa, burada bir pəhriz də tətbiq olunur və bütün bunlara baxmayaraq proses olduğu kimi davam eləyir. Və bunun kökündə yatan bir səbəb var, psixosomatik bir səbəb var. Bu mədə bağırsaq problemləri həzmlə bağlıdır. Ola bilər ki, hansısa bir travmatik hadisə baş verib və kimləsə hər hansısa bir konflikt yaşayıb və ona qarşı istifadə olunan bir söz, bir hərəkət qəbul olunmaz bir hərəkətə, sözə çevrilib və onu həzm eləyə bilməyib. Və bundan qaynaqlı olaraq da mədə ağrıları davamlı şəkildə artır, azalır, yenidən artır və müalicələr belə təsir göstərmir. Nəinki həzm və bağırsaq problemləri, eyni zamanda bir insan zobdan əziyyət çəkirsə, əlləri əsirsə, bunların hər birinin öz psixoloji səbəbləri var. Biz sadəcə olaraq görünənləri görürük və buna aid bir dərman qəbul edirik, buna aid bir müalicə alırıq və daha sonrasında görürük ki, bu bir müddət kəsir, bir müddət özünü göstərmir, amma bir müddətdən sonra yenidən üzə çıxır. Bunun səbəbi isə sırf psixolojidir. Yəni biz əgər özümüzün, öz duyğumuzu təsəvvür edin ki, bu nəyə bənzəyir? Bir insan xəstədir, daima dərman qəbul edir. İçindəki o gözəlliklərin fərqində deyil, nə istəyirsə onun fərqində deyil. Özünə yemək yeyir, amma öz sevdiyi yeməyi deyil, sadəcə doymaq üçün yemək yeyir. Yəni buna bənzəyir bu. Əllərinin əsməsi nəyə gətirib çıxardırdı? Nəzarəti itirmək qorxusu. Yəni öz həyatının nəzarətini indiyə qədər özü etməyib, daima valideynlər ona nəzarət edib. Bir müddətdən sonra artıq bizim adət-ənənəmizə əsasən bir insan 18 yaşına qədər özü öz qərarlarını qəbul edə bilməz. O valideynlər o uşağa o şərəfi layiq görmürlər və buna görə də 18 yaşına, 20 yaşına qədər gələn bir gənc həyatın idarəsi nədir onu bilmir. Nəyi sevir, nəyi sevmir, nəyi etmək istəyir, nəyi etmək istəmir və bir müddət valideyninə görə yaşayır. Valideyn onun həyatını yönləndirir. Bir müddətdən sonra valideyn deyir ki, al. Sanki bir evin açardı, maşın açardı verir, get idarə et. Amma indiyə qədər o idarə etmə necə olur, onun fərqində deyil bu insan. Və 20 yaşından sonra, 25 yaşından sonra bir şəxs özünün istədiklərini həyata keçirirsə, öz psixoloji durumunun nə olduğunu bilirsə, öz sevdiyi şeylər nədirsə bunu bilirsə, bundan sonra artıq xanımdırsa evlənəcəyi şəxs onun həyatını yönləndirməyə çalışır. Bir bəydirsə, evlənəcəyi bir şəxs onu yönləndirməyə çalışır və bu zaman artıq əllərin əsmə refleksi başlayır. Yəni indiyə qədər həyatını özü idarə etməyib, bundan sonra həyatın rolunu özü almaq istəyirdi, amma valideyndən sonra başqa bir insan çıxdı ortaya. Eyni zamanda zob xəstəliyi, özünü daima ifadə edə bilməmək, öz fikirlərini çatdıra bilməmək, səsinin eşidilməməsi ta uşaqlıqdan etibarən. Biz bunun fərqinə varırıq 25, 30-lu, 35-li yaşlarda, amma o insanla, pasientlə məsələn biz danışdığımız zaman görürük ki, bu insan özü heç vaxt özünü ifadə edə bilməyib. Daima o içinə atıram misalı. Yəni sözümü içimə atmışam, heç nə deyə bilməmişəm, özümü müdafiə edə bilməmişəm, buna icazə verməyiblər, həmişə susdurublar ki, sus, uşaq danışmaz və s. Bunların hər birində gətirir, çıxardır təbii ki, zob xəstəliyinə. Bu uşaqlıqdan gələn bir yetişdirilmə şəklidir əslində. Bir qonaq gedirsən, deyirlər ki, uşaqdan soruşurlar ki, acımısan? Ana onun əvəzinə cavab verir ki, yox, ac deyil, toxdur. Nə isə istəyir, ev yiyəsinə bir müraciət eləyib deyə bilmir ki, mən o süfrədəki konfeti istəyirəm və ya yenidən acımışam. Yenə su istəyirəm, yenə çay istəyirəm. Biraz da bu valideynlərə bağlı bir şeydir. Eyni zamanda partnyorlar haqqında dediyinə də toxunmaq istəyərdim. Burada da biraz ünsiyyət aclığı da rol oynayır. Məsələn, o boğazda düyünün olması, o zob xəstəliyinin yaranmasında adətən bəylərin çevrəsi daha çox geniş olur və onlar
işə gedirlər, dostları ilə görüşürlər və çevrələri geniş olduqları üçün o ünsiyyət acılıqlarını tamamlaya bilirlər, ünsiyyət ehtiyaclarını ödəyə bilirlər. Xanımlarda isə bu belə deyil. Çevrə çox geniş olmaya bilər, xanım işləməyə bilər, evdar xanım ola bilər və kişi evə gələndə həmin xanım bu ünsiyyət ehtiyacını kişi ilə ödəmək istəyir, kişi ilə danışmaq istəyir və kişi də artıq gün ərzində ünsiyyət ehtiyacını ödədiyi üçün yenidən ünsiyyət qurmağa yorğun olur və nə xanımı dinləməyə, nə də onunla söhbət eləməyə artıq enerjisi olmur. Və burada da xanım artıq öz ünsiyyət ehtiyacını ödəmədiyi üçün, özünü ifadə edə bilmədiyi üçün boğazda düyünlərin yaranması və ya boğazda daim qıcıq olması, öskürəklə boğazın yumşaldılması və ya daim isti su yanında, isti çay yanında saxlaması ki, öskürək tutmasın və bu kimi hallar baş verir. Sən dedin ki, qadınların əksəriyyətinin çevrəsi olmur. Mən buna razı deyiləm. Bir iş xanımı olaraq məsələn mən özümü nəzərdə tuturam ki, çevrəm çox genişdir, rəfiqələrim çoxdur. Eyni zamanda həm iş xanımıyam və bununla bərabərində mən öz partnyoruma da vaxt ayıra bilərəm. Onunla ünsiyyət qururam. Hər gün axşam 1 saat belə partnyorumla danışsam ki, günün necə keçib, mən bu gün bunları etmişəm, sən nələr etmisən. Xanımlar hər zaman digər mövzular kimi burada da fədakardırlar. Yəni mən bir iş xanımı olaraq daima səhərdən axşama qədər işləyirəm. Daha sonra rəfiqələrimlə görüşürəm, onlarla ünsiyyət qururam. Hər zaman daim pasientlərlə ünsiyyət qururam və günün sonunda mən öz partnyoruma vaxt ayıra biləcək dərəcəyə gəlirəm. Və nəinki mən, bunu mən bütün qadınların adından danışıram. Bütün qadınlar əgər sevirsə, qarşı tərəfi önəmsəyirsə, onun günü necə keçir, onun vəziyyəti necədir, özünü necə hiss edib, əhval-ruhiyyəsi necədir deyə maraqlana bilir. Amma bəylərimiz bu dərəcədə fədakar deyil. Səbəb? Təbii ki, burada nəzərdə tutduğum partnyorların bir-biri ilə ünsiyyət qurmaması deyil. Ola bilər xanımın işləməsi və ya evdar xanım olması bir fərq yarada bilər, amma bunun bərabərində ünsiyyət ehtiyacını partnyoru ilə də ödəməlidir. Partnyoru ilə də bir müzakirəsi, bir söhbəti olmalıdır. Fədakarlıq mövzusunda isə bu biraz mübahisəli mövzudur. Çünki fədakar kişilər də var. Yəni bunu cinsiyyətə ayırmağımız düzgün olmaz ki, kişilər fədakar deyil, qadınlar fədakardır. Tamamilə təzədən bir də biz miqrenimizə qayıdaq. Bu digər verilişlərdə də biz bunu müzakirə etmişik. Bir insanın ümumiyyətlə bir psixosomatikadan danışırıqsa əgər, xəstəliklərdən danışırıqsa, bu sonradan baş verən bir proses deyil. Bu 20-li, 18-li, 35-li yaşlarda olan bir şey deyil, bu uşaqlıqdan gəlir. Əgər valideynlərə məsləhətim mənim bu olacaq ki, övladınızı sağlam psixologiyada və sağlam zehində, sağlam bədəndə görmək istəyirsinizsə, birinci bədənin üzərinə qaçmayın. Yəni birinci bədəni müalicə etməyin. Birinci psixoloji olaraq baxın, övladınızı tanıyın ki, övladım mənim nə istəyir? Bu həyatda görmək istədiyi şeylər, maraq dairəsi nələrdir? Məsələn, universitetə daxil olmaq istəməyən, universitet oxumaq istəməyən, öz ixtisasını sevməyən o qədər gənclərimiz var ki bizim. Bu gün həmin o gənclər daha sonrasında hobbisinə yönəlir və yaxud da valideyndən qorxduğuna görə, valideyn buna icazə vermədiyinə görə sevmədiyi bir peşədə ixtisasda olur. Bu insanlar daha çox nələrdən əziyyət çəkirlər? Zobdan əziyyət çəkir, tənəffüs problemlərindən əziyyət çəkir, eyni zamanda nəfəs alması, özünü düzgün şəkildə ifadə edə bilməməsi, daim boğazında olan qıcıq hissinin yaranması, daim öskürək hissinin olması, getdiyi yerdə məsələn ayağı ilişir. Yəni heç nə yoxdur, ayağı ilişir. Bu insanın psixosomatikdir problemi. Yəni biz ona hansısa bir həkimə gedib deyə bilmərik ki, ayağı niyə ilişdi, ayaq oynaq problemləri niyə var? Bunların hər birinə də getmək istədiyi, yəni gedə bilmədiyi düşüncələri var, gedə bilmədiyi fikirlər var. Keçmişlə bağlı travmaları var və o travmalardan qurtula bilmir, qurtulmaq istəyib oradan çıxa bilmir və buna görə də bu gün oynaq ağrılarından əziyyət çəkir. Eyni zamanda bir insanın keçmişlə bağlı travması varsa, uşaqlığında yaşadığı, mənim valideynlərim mənə bu cür niyə davrandı, niyə o cür hərəkət etdilər, niyə məni sevmədilər, bu kimi suallarla, kaşkilərlə varsa bir insanın, nədir bu? Təbii ki, bu insanlarda kürək problemləri çıxacaq ortalığa. Yəni qurtula bilmədiyi, çiynində yığdığı düşüncələr, travmalar, bunların hər biri bir insana görürsüz, məsələn, çox vaxt insanlarda skalyoz, kifoz xəstəliyi nədən yaranır? Əslində görünən bir nədir? Onurğa sütununun düz olmaması görünən problemdir. Amma arxasında yatan səbəb nədir bu insanın? Keçmişlə bağlı qurtulmaq istəyib, amma qurtula bilmədiyi düşüncələr.
Barışmaq istəyib, amma barışa bilmədiyi. Məsələn, valideynini tanıyır və valideyninlə üzləşir, valideyninə istədiyi sözü deyir, seans əsnasında. Onunla üzləşmə edirik biz, bağışlanma seansı edirik, amma içdən-içə bağışlamır hələ də. Və onun bağışlaması üçün bir neçə dəfə, bir neçə seans lazımdır həmin insana və bu görürük ki, həmin insanların əksəriyyətində skolyoz, kifoz xəstəlikləri var. Yəni bunların hər biri, bədənsəl olaraq görünsə də, birinci növbədə bədənin sağlam olması üçün ruhun sağlam olması lazımdır. Biz nə qədər ki bədəni həkimlərlə, dərman qəbulu ilə ört-basdır edəcəyiksə, onu yenə də basdıracağıqsa, həmin o duyğularla üzləşməyəcəyiksə, üzləşməkdən qorxduğumuz duyğular var, bağışlamadığımız travmalarımız var, bağışlamadığımız həyatımızda keçmiş həyatımız var. Nə qədər ki onları bağışlamayacağıq, onlarla üzləşməyəcəyik, onları şəfalandırmayacağıqsa, bu gün biz çox təəssüf ki, bədənsəl problemlərdən, xəstəliklərdən əziyyət çəkəcəyik. Əslində sənin də qeyd elədiyin kimi hər bir xəstəlik bir mesajdır. Ancaq bu mesajları bizim doğru qəbul eləməyimiz, anlamağımız lazımdır. İstər sənin bayaq qeyd etdiyin xəstəliklər olsun, istər ən adi burundan qan açılması olsun, baş ağrıları olsun, hər birinin kökündə yatan bir psixosomatik bir səbəb var. Biz nə edirik? Biz sadəcə düşünürük ki, bunun səbəbi fizikidir. Fiziki olaraq nə etməliyiksə onları edirik və nəticə olaraq dəyişən heç bir şey olmur və müvəqqəti dəyişim baş verir. Əslində biz sağlam bədəndə sağlam ruh deyirik. Bu biraz əksinə olsaydı daha düzgün olardı. Sağlam ruhda sağlam bədən. Nə qədər ki biz ruhumuzu sağlam saxlayırıq, onda bizim bədənimiz də sağlam olur. Biz bütün xəstəlikləri əvvəlcə fiziki olaraq deyil, psixoloji olaraq qəbul edirik və bundan qaynaqlı olaraq fiziki proseslər başlayır. Biz keçən verilişlərdə də əslində qeyd eləmişdik, ancaq yenidən xatırlatmaq istəyərdim bunu. Hər hansısa bir ağrı hiss etdikdə biz həkimə müraciət edirik. Ancaq psixoloji olaraq bunun kökündə yatanları biz tapmırıq və bunun üçün psixoloqa müraciət etmirik. Mən düşünmürəm ki, kimsə başı ağrıyır deyə psixoloqa müraciət eləyəcək. Mən düşünmürəm ki, kimsə mədəsi ağrıyır deyə psixoloqa müraciət eləyəcək. Sırf birinci psixoloji tərəfini deyil də fiziki tərəfini araşdırmağa başlayacaqlar. Fiziki tərəfdə əgər heç bir şey çıxmazsa, onda bir ehtimal psixoloqa müraciət eləyəcəklər. Əgər hər hansısa bir ağrı, hər hansısa bir xəstəlik çıxarsa, bu ağrının səbəbi olan bir xəstəlik çıxarsa, o zaman elə müalicəni davam elətdirib yenə də kökü araşdırılmayacaq. Mən onda belə inanmıram ki, psixoloqa müraciət etsinlər. Çünki dərmanla sağalmadım, o qədər müalicə aldım, o qədər aparatlardan keçdim, sağalmadımsa, bir psixoloq danışaraq mən problemi necə həll eləyəcək deyə heç psixoloqa da müraciət etməyəcəklər onda. Razıyam. Bu halda deyəcəklər ki, bir psixoloq mənə nə edə bilər ki? Ancaq qəbul etməliyik ki, bütün xəstəliklərin kökündə psixoloji bir səbəb yatır. Mövzunun əvvəlində dediyimiz kimi, yəni başlıq kimi, psixi yoxsa fiziki sağlamlıq, bir insanda psixi sağlamlıq olmadığı müddətcə fiziki sağlamlıq da olmayacaq. Belə götürə bilərik ki, əgər başımızda, oynaq ağrılarında, miqren, zob, ayaq ağrıları, diz ağrıları, kürək ağrıları, çiyində ağrılar, bunları hiss edirsinizsə, birinci növbədə gedəcəyiniz ünvan psixoloq olsun. Ümumiləşdirsək, miqren ağrılarının səbəbi nə oldu? Bizim başımızda yüklərimizdən, travmalarımızdan daima qurtula bilmədiyimiz, obsessiyalarımız, çox düşündüyümüz, bir mövzunu beynimizə çox takdığımız, onu aşırı şəkildə düşünürüksə, bu zaman miqren ağrılarından, baş ağrılarından əziyyət çəkəcəyik. Əgər tənəffüs yolunda problemlərimiz varsa, o zaman keçmişlə barışıq olmadığımız anlamına gəlir. Ayağımızda, dizlərimizdə oynaq ağrıları varsa, getdiyiniz yerdə ayağınız harasa ilişirsə, daim ayaq ağrılarından əziyyət çəkirsinizsə, bu zaman qurtulmaq istəyib qurtula bilmədiyiniz düşüncələriniz var deməkdir. Zobla bağlı problemlərimiz varsa, boğazla bağlı problemlərimiz varsa, daima qıcıqlanma, öskürək, qızdırma, bu kimi hallar baş verirsə, daim özümüzü ruh düşkünlüyündə tapırıqsa, əhval-ruhiyyəmizdə problemlərimiz olursa, bir saat əvvəl özümüzü yaxşı hiss edirik, bir saat sonra əhval-ruhiyyəmizdə müəyyən dəyişikliklər, enişlər, çıxışlar olursa, bu zaman biz demək istəyib deyə bilmədiyimiz, həzm edə bilmədiyimiz söhbətlər var deməkdir, travmalar var deməkdir. Eyni zamanda mədə ağrıları da bura daxildir. Biz əgər bir insana sözümüzü deyə bilmiriksə, daima o insanı pis etməmək üçün, o insanın xətrinə dəyməməyimiz üçün özümüzdən vaz keçiriksə, öz sağlamlığımızı heçə sayırıqsa,
sayırıqsa, bu zaman artıq mən özüm üçün dəyərli deyiləm, qarşımdakı insan mənim üçün dəyərlidir və buna görə hətta sağlamlığımı belə mən ikinci plana atıram. Ümumi şəkildə hər hansısa bir deyəcəyin söz yoxdursa, mövzumuzu sonlandırırıq. Çünki bir insanda dediyimiz kimi psixoloji sağlamlıq yoxdursa, zehni sağlamlıq yoxdursa, o zaman fiziki sağlamlıqdan hər zaman əziyyət çəkəcək deməkdir. Çox gözəl vurğuladın Zəhra. İzləyicilərimizə isə demək istəyirəm ki, necə fiziki sağlamlığınıza diqqət yetirirsinizsə, ruhi sağlamlığınıza da diqqət yetirin. Sağlam ruhda sağlam bədən olar. Belə, bir psixoanalizin daha sonuna gəldik. Bunu sonda sizə bildirmək istəyirəm ki, bir insanın, necə ki biz dedik, sağlam ruhda sağlam bədən olar. Heç kəs sizin fədakarlıq edəcəyiniz dərəcədə dəyərli olmasın sizə. Nəyə görə bunu belə deyirəm? Çünki bir insanın öz sağlamlığı özü üçün dəyərli olmalıdır. Birinci bir insan özü üçün sağlam olmalıdır. Həm psixoloji olaraq, həm fiziki olaraq sağlam olmalıdır ki, daha sonra siz bunu ətrafdakı insanlara ötürə bilərsiniz. Əgər siz psixoloji cəhətdən və eyni zamanda bədənsəl, fiziksel cəhətdən problem yaşayacaqsınızsa, travma olacaqsa sizdə, siz ətrafınızdakı insanlara xoşbəxtlik verə bilmərsiniz. Ətrafınızdakı insanlara xoşbəxtlik yaymağınız üçün birinci növbədə öz psixoloji sağlamlığınızı qorumalısınız. Təşəkkür edirəm bizi izlədiyiniz üçün.